Çingiz Pəhlivan. Salam əziz dostlar, mən Çingiz Pəhlivan. Deməli, bu günlərim Anar Pəhlivan gəlib. Özü də elə belə gəlməyib. Anar, fikrin nədir qardaş? Valla mənə deyirlər ki, Çingiz Pəhlivan dişi ilə mismar əyə bilər. Mən də şəxsən özüm mismar aldım. Bax, gəlmişəm ki, yəni... Özü də elə belə mismar deyil ha dostlar, 200'lük mismar. 200'lükdə yəni, görəsən bunu əyə bilirsən, yoxsa əyə bilmirsən. Amma çox yazırlar bunu mənə. Gör problem. Bir də bir şey deyim dostlar. Nədir? Bu mismarı mən əski ilə əyirəm. Yəni ziyandır. Yəni sizin xətrinizə, Anarın xətrindən, yəni dişimdə bunu əyirəm. Getdik. Əydim bu qədər. Da çox da əyə bilərdim, da dişimə hayfım gəlir. Bəs Boş şeydir dostlar mənim üçün bu. Bəs edir. Bunu əydim bu qədər bəs eləyir də.